xoşbəxtlik nədir? Xoşbəxtlik bildiyiniz məmnunluq hissidir. Yəni, insanın var olmaqdan məmnun olması. İnsanın həyatdan, yaşamaqdan razı olmasıdır xoşbəxtlik hissi. Bundan qeyri bir şey deyil. Yəni, insan həyatından razıdır. Qur'an-ı Kərimdə də gözəl ayə var. Radiyallahu anh və radu anh. Bəndə Allahdan razıdır, Allah da bəndədən razıdır. Əlbəttə, o çox dərin bir mənadır ya. Mən işarə olaraq, buna uyğun olaraq bir kəlmə dedim. Həzrət Əli əleyhissalamın bütün kəlamlarında bu nöqtələri görə bilərik. İlk kəlamına işarə eləyirəm. Buyurur, Minəs-səadəti ət-təvfiqu lisəlihil ə'mal. İnsanın səadəti, açar verir də, kilit verir. Azad tərcümə eləyəcəm. Nəydədir? Xeyirxahlıq eləməyə, insanları kömək eləməyə, insanların işlərin yüngülləşdirməyə, çətinləşdirməyə də yox. Yəni, bu insan həyata bu cür baxır. Həyata asanlaşdırmaq kimi baxır, çətinləşdirmək kimi deyil. İnsanlara xeyirxahlıq eləmək kimi baxır. İnsan buna necə baxa bilər? İlk növbədə öz həyatını asanlaşdırdığı zaman, özünə xeyirxah yanaşdığı zaman, özünə sevgi ilə yanaşdığı zaman, onda insanlara da belə baxacaq. Həyat temposu bunun üzərinə qoyulur. Həyat quruluşu bu cürdür. Buyurur, min kəməlis səadə əs-sə'yu fi səlahil cumhur. İnsanların işlərinə yardım eləməkdə. Səadət buradadır. İnsanların əlindən tutmaqda.